İkinci günün duası. Bismillahirrahmanirrahim. Allahumma qarribni fihi ila merdatik ve cennibni fihi min sakhatik ونقماتك ووفقني فيه لقراءة آياتك برحمتك يا أرحم الراحمين. İlahi, məni bugün razı olduğun əməllərə yaxın et və bugün məni öz qəzəbindən uzaqlaşdır. Belə bir gündə məni kitabın sayılan Qur'anın ayələrini oxumağa nail et. Ey rəhm edənlərin rəhimlisi!